Yanvarın 15-də Qubada əhali bahalaşmaya etiraz olaraq aksiya keçirib. Daxili qoşunlar su şırnağı və göz yaşardıcı qazla cəmaatı dağıdıb. Qaz atıblar yüzmə. Qaz atıblar üstümə, burama yol geçən idi. Yol geçən mənə təqsiri var. Familiyan nədir sən? Ay Allah, üzdən mən güzəm geliyor. Ay görmürəm. Ay Allah, hükümət yoxdur be ya. Ay təcil yardım canım. Hazırda Qubada daxili qoşunlar küçələrə nəzarət edir, həbs olunanlar var. Adının çəkilməsini istəməyən bir Quba sakini Azadlıq Radiosuna deyib ki, polis etirazçıları dubinka ilə döyüb. Adım Əli Sultan Abdullah, eləməmişəm, Allah axsa. Nə? Ad familiyan nədir? Yaşıyor. Niyə çıxıblar? Eve gidiyorum koymuyorlar şöyle. Gündüz cəmaat Qubanın mərkəzindəki köhnə avtovağzal deyilən yerə toplaşıb, icra başçısının onları qəbul edəcəyini gözləyiblər. İcra başçısı vəd edib ki, problemlərin həllinə çalışacaq. Dərdimizin nə? İşir yoxdur, kürək yoxdur, odun yoxdur, işir yoxdur. Dədilmiş söhbətlərdən gedir ki, qiymətin artımı ilə narazısınız. Ben de geldim, dedim ki, Cənab Prezidentin göstərişləri var, bu məsələlərlə. Hükümetimiz bu dəqiqədə məşğuldur. Qiymətlər getməkdə aşağı düşür və onlar düşəcəkdir. Mən sizə icra başçı kimi söz verirəm. Mən sizin qarşısında məşğul mən yalan daşıma gəlməmişəm. Sabah da var, üstünüz də var. Mən sizə anlatsam, mən üstünüz qabağınızı çıxa bilmərəm. Ona görə sizdən xahiş eləməyə gəlmişəm. Xahiş cəmaat. Gedin evə, narahat olmayın. Sözünüz var, 5 nəfər, 3 nəfər. Gəlin kabinetimə qəbul edin. Kiminsə sizə çırpması dəysə mən başımla cavab verirəm. Bununla belə etirazçılar Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər. Qubalılar deyir ki, onlar işsizlikdən əziyyət çəkirlər. Bank kreditlərini ödəyə, ünvanlı sosial yardım ala bilmirlər. Acdı balalarım, 5 tane balam evdə acdı. Su. Hara sürüm, hara gidim, hara gidim. Yol verici keçdi. Hamının dərdi birdir, Quba cəmaatının dərdi birdir. Nədir? Göz qabağındadır, 30 manata 10 olmaz. Qardaş, sigareti qaldırsınlar, arağı qaldırsınlar, onu çörəyə qaldırmasınlar. Çəkmər yonu, içmər yonu. İşsizlik, bekarçılıq, işimiz yoxdur, gücümüz yoxdur. Bir tərəfdən də qazı, işığı, pulun qaldırdılar. Bu yandan mitingdə, o yandan kəndlərdən qazı, işığı kəsirlər, kəsə gedirlər. Cəmaat qarnının dərdində olsun, yoxsa qazı, işığı, pulu dərdində olsun. Neynəyik biz, nətərlik? Bu gaz bombaları da atırlar. Daxili qoşunum gəlib qoysunlar mənim tankın altında, qoy öldürsünlər. Bilim ki, mən evə gitmirəm. Evə gitmirəm. Mən vallahi acıdım.